Salam dəyərli izləyicilər. Bugünkü videomuzda Excel-də xəta tipləri haqqında danışacağıq. Excel istifadə ediriksə, xəta tipləri ilə qarşılaşmamız mütləqdir. Xəta tipləri hansılardır və nədən formalaşır? Gəlin buna birlikdə baxaq. Ümumilikdə xəta tipləri haqqında mən nəzəri məlumatları bu səhifədə qeyd etmişəm və gəlin ayrı-ayrılıqda xəta tiplərini araşdıraq. İlkin olaraq divided by zero xətası haqqında danışaq. Nəzəri məlumatdan da görürük ki, divided by zero div bölünsün sıfır kimi qeyd olunur. Sıfıra bölmə zamanı qarşılaşdığımız xətadır. Gəlin buna praktiki nümunə üzərindən baxaq. Məsələn, bir rəqəm qeyd edək C1 xanasına və D1 xanasını 0 qeyd edib bir riyazi əməliyyat icra edək. Bərabərdir D1 xanası bölünsün D1 xanası və gördüyümüz kimi biz divided by zero xətası ilə qarşılaşdıq. Yəni, riyazi qanun uyğunluqlardan bildiyimiz kimi sıfıra bölmə əməliyyatı olmadığına görə biz Excel-də də sıfıra bölmə əməliyyatını inkar edən divided by zero xətası ilə qarşılaşmış oluruq. Bir nüansı da diqqətinizə çatdırım ki, biz D1 xanasını boş belə saxlasaq, yenə eyni nəticəni alarıq. Çünki boş xana özü də sıfıra bərabərdir. Növbəti xəta növümüz ref xətasıdır. Bu referans istinad olunan xana, sütun və ya sətir silindikdə qarşılaşdığımız xəta növüdür. Bunu da nümunə üzərindən baxaq. Məsələn, biz D2 xanasına bir məlumat qeyd edirik və Y2 xanasına da eynən digər bir ədəd qeyd edirəm və bir sadə riyazi əməliyyatı icra edək. D2 vurulsun Y2 deyirəm və 30 nəticəsini aldım. İndi gəlib biz Y2 xanasını silsək və ya ki, Y sütununu silmiş olsaq, gördüyünüz kimi ref xətası ilə qarşılaşmış olduq. Yəni, əməliyyatı icra etmək üçün istinad olunan xana, sətir və ya sütun olmadığına görə biz ref xətası ilə qarşılaşmış olduq. Növbəti xəta növümüz value xətasıdır. Value xətası bu dəyər xətası adlanır. Yanlış məlumat tipi xətası demək də olar buna. Məsələn, dəyər rəqəm əvəzinə mətin yazılarsa. Nümunə üzərindən baxaq. Tutaq ki, biz eynən mən bura bir rəqəm qeyd edirəm və digər xanaya da digər bir rəqəm qeyd edirəm və sadə bir riyazi əməliyyat aparaq. Bərabər deyirəm C3 xanası, üstünə gələk D3 xanası və enter dedim, 17 cavabını aldım. Təsadüfdənmi və ya ki, istifadə edərkən əlimiz dəyib də 9 məlumatını biz hər hansı bir hərflə dəyişmiş olsaq, o zaman gördüyümüz kimi value xətası aldıq. Çünki mətnlə ədədin toplanması olmadığına görə biz dəyər xətası ilə qarşılaşmış oluruq. Növbəti xəta növümüz NA xətasıdır, yəni not available xətası. Bu axtardığımız dəyər tapılmadıqda qarşılaşdığımız xəta növüdür. Bu əsasən axtarış və istinad funksiyalarında, lookup reference funksiyalarında daha çox rastlaşırıq. Məsələn, bunu bir nümunə üzərindən lookup üzərindən göstərəcəm. Düzdür. Biz hələ ki dərslərimizdə VLOOKUP haqqında danışmamışıq, amma ən azından xətanın formalaşmasını nümunə kimi sizə izah edəcəm. Tutaq ki, deyək ki, burada bizim bir kodumuz var 110 və mən deyirəm ki, bura bir funksiya daxil edəcəyik, VLOOKUP funksiyasına və bu funksiya koda istinad edəcək və bu kodu gəlib birinci cədvəlimizdə axtaracaq və kodun qarşısındakı məlumatı gətirib məhsul xanasının altında qeyd eləmiş olsun. Bunun üçün biz VLOOKUP deyirik və lookup value olaraq kod xanasını seçirəm və table array yerinə məlumatlarımız olan diapazonu seçirəm. İkinci sütunda olan məlumatı qaytarması üçün 2 deyirəm və tam dəqiq məlumat üçün də 0 yazıb funksiyamızı bitiririk. Və gördüyümüz kimi televizor cavabını bizə qaytardı. Çünki 110-un qarşısında ana cədvəlimizdə televizor idi. Yəni biz bunu indi 220 etsək, gördüyümüz kimi soyuducu cavabını verər. Lakin 660 qeyd etsəm, baxın NA xətasını almış olduq. Nəyə görə? Çünki 660 bizim istinad elədiyimiz cədvəldə olmadığına görə həmin dəyər tapılmadığı üçün, yəni axtardığımız dəyər tapılmadığı üçün NA xətası ilə qarşılaşmış olduq. Növbəti xəta növümüz name xətasıdır. Name xətası əsasən iki halda baş verə bilir. Funksiyanın adı səhv yazıldıqda və ya sintaksisdə, yəni funksiyanın parametrində əgər mətn tipli məlumat yazılacaqsa və o dırnaq işarəsinin içində yazılmalıdır. Biz növbəti dərslərimizdə bundan bağlı izah verəcəyik. Dırnaq işarəsi içində yazmasaq, o zaman name xətası ilə qarşılaşmış oluruq. Gəlin bunu elə digər lookup funksiyasının üzərində mən sizə göstərim nümunə olaraq. Tutaq ki, VLOOKUP funksiyasını biz qeyd eləmişik və nəticəni almışıq. Lakin sonradan VLOOKUP funksiyasında bildiyimiz kimi 2 O hərfi var və bir O hərfi silinir. Enter düyməsini kliklədikdə, baxın, funksiyanın adında artıq bir yanlışlıq olduğuna görə biz name xətası ilə qarşılaşmış oluruq. Və ya ki, mən dedim, funksiyanın daxilində mətn tipi
məlumat daxil edəriksə, o zaman mütləq şəkildə dırnaq işarəsi içində yazmalıyıq. Bunu da bir nümunə üzərində göstəreyim. Məsələn, concatenate funksiyası var, birləşdirmə funksiyası. Mətn funksiyalarını keçəndə bunun haqqında danışacağıq. Bərabərdir concatenate funksiyasını yazıb aktivləşdirirəm və bunun daxilinə biz birləşdirəcəyimiz tekstləri yazmalıyıq. Məsələn, mən bura yazsam Mirqiyas və Dadaşov. Enter klikləsəm, gördüyümüz kimi name xətası aldıq. Çünki bu funksiyanın daxilində biz mətn tipli məlumat qeyd ediriksə, mütləq şəkildə bunları dostlar dırnaq işarəsi içində qeyd etməliyik. Və bir boşluq olsun deyənə ondan sonra boşluq qoyub enter deyirəm və gördüyümüz kimi artıq funksiya düzgün nəticə qaytarmış oldu. Növbəti xəta növümüz, xəta tipimiz null xətasıdır. Null xətası funksiya daxilində səhv aralıq operatorundan istifadə və ya boşluq buraxılması zamanı formalaşır. Gəlin bunu da nümunə üzərindən göstərək. Burada rəqəmlər qeyd edək və mən deyirəm ki, bərabərdir sum funksiyası. Sum funksiyası toplama funksiyasıdır. Yəni verilənlərin cəmini tapmaq üçün istifadə edilən funksiyadır. Biz adi qaydada bu formada diapazon seçib Enter klikləsək, gördüyümüz kimi ümumi nəticəni almış olduq. Lakin əgər diapazon aralığını göstərən iki nöqtəni silib də Enter desəm, gördüyümüz kimi null xətasını almış oluruq. Peki iki diapazon arasında biz funksiyanın ayırıcı işarəsini də səhv qeyd eləmiş olsaq və boşluq buraxsaq, o zaman da yenə null xətası ilə qarşılaşmış oluruq. Növbəti xəta tipimiz num xəta tipidir. Yəni number sözündən götürülüb. Riyazi qanunlara uyğun olmayan dəyər daxil etdikdə funksiyaya bu zaman num xətası ilə qarşılaşırıq. Gəlin buna nümunə üzərindən baxaq. Buna əsasən squared funksiyasında daha çox rast gəlinir. Squared kvadrat kökünün alınması üçündür. Ədədlərin kvadrat kökünü alarkən biz squared funksiyasından istifadə edirik. Bərabərdir squared funksiyasını yazıb aktivləşdirirəm. Məsələn, bura bir ədəd daxil edək 64 və enter desəm 8 nəticəsini almış olacağıq. Amma riyaziyyatdan bildiyimiz kimi mənfi ədədlərin kvadrat kökü olmur və biz əgər bura mənfi 64 qeyd edib enter desək, o zaman gördüyümüz kimi number xətası ilə qarşılaşmış oluruq. Digər xəta növümüz spell xətasıdır. Spell xətası əsasən funksiyanın qaytardığı nəticənin yazılacağı diapazon və ya ki sahə boş olmadıqda bu xəta növü ilə qarşılaşırıq. Gəlin buna nümunə üzərindən baxaq. Buna əsasən unique funksiyası ilə göstərəcəm sizə. Biz belə bir cədvəlimiz var, sütunumuz var ki, məhsulların siyahısı qeyd olunur və gördüyümüz kimi siyahıda məhsullar təkrarlanır. Və biz bir unikal dəyərlərdən ibarət siyahı formalaşdırmaq istəyirik. Bu zaman bərabərdir unique deyəcəm və funksiyanı aktivləşdirirəm. Və məhsulların siyahısı olan diapazonu qeyd edib enter dedikdə gördüyümüz kimi təkrarlanmayan unikal dəyərlərdən ibarət bir siyahı almış oluruq. Və eyni funksiyanı mən indi digər bir sahədə qeyd edəcəm. Məsələn, burada bir Excel sözümüz var və mən Y2 xanasında yenidən unique funksiyasını aktivləşdirirəm və eyni diapazonu seçib enter kliklədikdə gördüyümüz kimi spell xətası ilə qarşılaşırıq. Yəni ki, bizim unique funksiyasının qaytaracağı nəticə Y2, Y5 diapazonunda yerləşməli idi, lakin həmin diapazonda xanalardan biri artıq məhdudlaşdırıldığına görə biz spell xətası ilə qarşılaşırıq. Əgər Excel sözünü bu hissədən silsəm, artıq xətadan azad olunmuş oluruq. Həmçinin biz diapazon olaraq da hər hansı bir diapazona, məsəl üçün Y2 xanasına mən bərabərdir yazıb A2, A10 diapazonunu qeyd eləsəm, eyni məlumatları köçürə bilərəm. Lakin bu xanalar diapazondan hər hansı bir yerdə bayaqki qaydada bir məlumatı qeyd eləsəm və bərabərdir diapazonu gətirib enter desəm, yenidən spell xətası ilə qarşılaşmış oluruq. Növbəti xətamız calc xəta növüdür. Calculated sözündən hesablamadan götürülmüş bir addır. Müəyyən bir hesablama əməliyyatını yerinə yetirə bilmədikdə formalaşan xəta növüdür. Onu da nümunə üzərindən filter funksiyası üzərindən baxacağıq. Belə bir məlumat diapazonumuz var və mən filter funksiyası ilə Aqil adının qarşısındakı məlumatı gətirib Y2 xanasına yazmaq istəyirəm və təbii ki, Aqil adı bu diapazonda varsa. Bərabərdir filter funksiyasını yazıb aktivləşdirirəm. Array olaraq əmək haqqı diapazonunu seçirəm və include hissəsini isə əməkdaş siyahısını seçib bərabərdir D2 xanası deyirəm və enter klikləyirəm. Gördüyümüz kimi calculated xətası formalaşdı. Niyə? Çünki Aqil adı bu diapazonda yoxdur. Eyni funksiyanı biz Samir adı üçün qeyd eləmiş olsaq, baxın dostlar, eyni funksiyanı yazırıq və bərabərdir bu dəfə Samir deyirəm, enter deyirəm və Samirin qarşısındakı məlumatı gördüyümüz kimi bizə qaytarmış oldu. Yəni hesablamada hər hansı bir yanlışlıq olarsa, yəni ki, düstur həmin
nəticəni qaytara bilmirsə, bu zaman calculated xətası ilə qarşılaşmış oluruq və sonuncu xəta növümüz diezlər formasında qeyd olunur. Bundan sıx qarşılaşa bilirik əslində. Sütun ölçüsü xanadakı məlumatı tam göstərmək üçün uyğun olmadıqda. Gəlin buna nümunə üzərindən baxaq. Məsələn, mənim bir tarix qeyd elədiyim bir ünvan var. Bax, bura bir tarix qeyd edirəm. 01 və 2025. Okay. Baxın, yazdığımız məlumat diapazon ölçüsünə, yəni xananın ölçüsünə sığmadıqda belə bir xəta ilə qarşılaşırıq. Həmçinin bunu rəqəmlərlə də göstərə bilərik. Böyük bir ədəd qeyd eləsək və enter desək, gördüyümüz kimi bu xəta ilə qarşılaşırıq. Bunu da bu xətadan da qurtulmaq üçün həmin sütunun ölçüsünü dəyişməklə formada xətadan qurtulmuş oluruq və ya ki, sütun aralıqlarında 2 dəfə klikləməklə biz məlumatı tam görə bilirik. Xəta tipləri haqqında bu qədər. Videonu bəyəndinizsə, like eləməyi və kanala abunə olmağı unutmayın.